Azərbaycanlıların soyqırımı, tarixin 200 ili mövzusunda Ümumrusiya-Azərbaycan Konqresi tərəfindən təşkil olunan dəyirmi masa elə təşkilatın mənzil qərargahında baş tutdu. Tədbiri açan Ümumrusiya-Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov dəyirmi masanın mövzusunu xarakterizə edərək Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və təşkilatın prezidiumunun üzvlərini salamladı. Tədbirdə çıxış edən professor türkoloq Tofiq Məlikli bildirdi ki, ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər bu hadisələri məhz soyqırım kimi xarakterizə etməyə imkan verir. Onun fikrincə o zaman ümumbəşəri fəlakət baş verib və bunun daha dərindən araşdırılıb dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Tanınmış yazıcı Çingiz Hüseynovun sözlərinə görə Stepan Şaumyan bir tərəfdən erməniçiliyin, digər tərəfdən isə Bolşevik Rusiyanın tapşırıqları əsasında missiyalarını həyata keçirirdi və onun Nərman Nərimanovla münaqişəsi sinfi mübarizə artıq açıq-aşkar milli mübarizəyə, Azərbaycanlıların məhv edilməsinə çevriləndə yarandı. Tanınmış tarixçi alim, Qafqazşünas Rudolf İvanov çıxışında bildirdi ki, minlərlə qanlı cinayətlər törətmiş erməni qulduru və terrorçusu dronun tərcüməyi halında onun faşist SS legionunda olduğu göstərilib. Bu, erməni terroru üçün dəlil və sübutdur. Bütün Rus-Türk müharibələri ermənilər tərəfindən törədilib. Soyqırımlarda, təxribatlarda ermənilərin əli olub. Ermənilərin fəaliyyəti məndə uşaqlıqdan hiddət doğururdu. Onlar 200 il ərzində yaşadıkları Rusiya imperiyasına da belə zərər yetiriblər. Rudolf İvanov Azərbaycanda erməni təcavüzünə qarşı ideoloji mübarizə aparmaq üçün Dövlət Komitəsinin yaradılmasını təklif etdi. Onun sözlərinə görə Böyük Ermənistan ideyası tam və çirkin bir yalandır. Ermənilər heç vaxt Roma imperiyasının tərkibində olmayıblar. Onlar hətta indiki Ermənistan ərazisində belə olmayıblar. İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Ermənilər heç vaxt orada yaşamayıblar və hətta süni köçürmələrdən sonra belə hər zaman azlıq təşkil ediblər. Rudolf İvanov belə dedi. Dəyirmi masa iştirakçıları ermənilərin tarixi boyu və Sovet hakimiyyəti dövründəki təxribatlardan danışdılar. Xocalı soyqırımının vəhşilik və miqyasına görə dünya faciələri sırasında yer tutduğunu qeyd etdilər. Azərbaycanlılara qarşı böyük bir sistemin mübarizə apardığını vurğulayaraq, ona qarşı mütləq sistemli şəkildə mübarizənin təşkil olunmasının vacibliyindən bəhs etdilər. Xatırlatdılar ki, Səfəvi imperatorluğu dövründən Azərbaycanlılar son 500 ildə yalnız itirir. O vaxtdan bəri əzəli Azərbaycan torpaqlarından cəmi 10% qalıb. Minsk qrupunun 20 illik nəticəsiz fəaliyyəti isə heç olmasa bir kəndimizin belə işğaldan azad olunmasına şərait yaratmayıb. Dəyirmi masadakı çıxışlara yekun vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bütün diasporu, xüsusən də Rusiyadakı Azərbaycan diasporunu, ictimai təşkilatları və gəncləri daha fəal olmağa çağırdı. Qarşıya konkret məqsəd və vəzifələr qoyub, onlara aktiv fəaliyyət nəticəsində nail olmağı tövsiyə etdi. Raman Ağayev, Sərxan Sadiqi, İnteras, Moskva.